Salam, hər vaxtınız xeyir. Bugün dim toplusundan artikel bölməsinin izahına başlayırıq. İlk 10 sualın izahına. Birinci sualda burada su hövzələrinin təbii ki, hamımız bilirik ki, Z artiklından istifadəsi mümkündür. Yəni ki, su hövzələr dediyimiz nələrdir? Çaylar, göllər, okeanlar, dənizlər və s. Sea, river, ocean kimi sözlər görəndə artıq qarşısında Z artiklı mütləq istifadə olunmalıdır. Bəs yaxşı, bir neçə söz birləşməsi very beautiful river sözlərində hansı sözə baxmalıyıq? Təbii ki, ismə baxmalıyıq. Çünki artikel ismin təyin edicisi kimi çıxış edir. Ona görə isimdən asılıdır, belə deyək. River sözünün qarşısında yoxsa an artikel olmalıdırmı? Ona isə ilk ismin, ilk daha doğrusu sözün sait yoxsa samit olmamasına uyğun olaraq seçəcəyik. Təbii ki, V hərfi samit olduğu üçün artikel olacaq. Çünki river sayılan tək isimdir. Cavabımız C variantıdır. İkinci suala baxırıq. Danube river, river çaydır. Burada yenə Z artikel olacaq. Through hardansa axıb keçmək, gəlmək mənasındadır. Hardansa keçmək mənasında. Hungary də burada yer adıdır. Məkansallıq bildirən ümumiyyətlə sözlər, ölkə, şəhər və sair adları. Biz bilirik ki, hər zaman artiklsız istifadə olunur. Ona görə cavabımız Z və artiklsız, cavabımız C variantıdır. Üçüncü sualda Pacific Ocean, Sakit Okean yenə Z artiklı ilə istifadə olunacaq. Və burada different types, different sözünə baxmırıq. Types cəmdə olduğu üçün burada da heç bir artikeldən istifadə etmirik. Cavabımız Z və heç nə, cavabımız D variantı. Dördüncü sualda, bu kimi suallarda təbii ki, çaşdırıcı suallar tipindədir. Niyə? Çünki English sözü həm milliyyət ad ola bilir, qarşısında Z artiklı olur, milliyyət olarsa. Həm də dil ola bilir. Dil olanda isə qarşısında heç bir artikl istifadə etmirik. Bəs bunu necə tapa bilərik ki, dildimi, milliyyətdimi? Təbii ki, burada açar sözlərimiz olacaq. Speak-di, tell-di və yaxud da say-di. Bu kimi sözlər vardır ki, təbii ki, bilirsiniz ki, danışmaq, demək, söyləmək kimi feillər hansısa dildə danışılır, hansısa dildə söylənilir və s. Ona görə də biz burada bunu dil kimi götürürük. İngiltərədə hansı dildə danışılır? İngilis dilində. Bu artiklsız olacaq. Yox, əgər desəniz ki, məsələn, insanlar harda yaşayırlar və ya İngiltərədə yaşayan insanlar ən çox da live sözüdür. Kimlərdir, necə adlanırlar və s. Bu zaman ingilislər və yaxud da ki, fransızlar, almanlar və s. kimi danışsaq, bu zaman isə artıq nə olacaq? Burada artikldan götürüləcək. Burada dil olduğu üçün təbii ki, artiklsızdır. Z və daha doğrusu Z yox, İngiltərə sözünün özü də elə artiklsız istifadə olunacaq. Çünki yer, məkansallıq bildirən isimlər, bayaq dedik ki, artikldan istifadə etmirik. Y variantı, ikisi də artiklsız. Beşinci sualda isə yenə ölkə, şəhər, fərqi yoxdur, qitə və s. Bunların məkansallığın qarşısında artikldan istifadə etmir. Asia, Asiya mənasındadır. Europe isə Avropa mənasındadır. Burada da ikisində də artikl olmayan cavabımız isə C variantıdır. 6-cı suala baxırıq. Fransa yenə yer adıdır. Artikl olmayacaq. Paris, şəhər, ölkə bu kimi adların qarşısında artikl olmur. Cavabımız isə Y variantıdır. Təbii ki, xüsusi isimlərdə görən kimi biz bilirik ki, yəni bu yerdimi, ölkədimi, şəhərdimi, bunları tanıyırıq. 7-ci suala baxırıq. Burada S şəkilçisi görürəm. Təbii ki, demişdik ki, S şəkilçiləri olan zaman biz bunları Z artiklı ilə istifadə edəcəyik. Çünki bunlar üstünlük dərəcəsindədir. Burada da S görürük. Ona görə bura Z artiklını yerləşdiririk. Amma New Yorkda şəhər, ölkələr ümumiyyətlə artikldan istifadə etmirik. Ona görə cavabımız Y variantı. 8-ci suala baxırıq. 8-ci sualda isə Toronto yer adıdır, yer məkanda olmayacaq. City sözü sayılan tək isimdir. Bu sizi çaşdırmasın. Ona görə qarşısında E artiklı olacaq. Cavabımız D variantıdır. 9-cu sualda isə elephant sözü təkdə sayılan isimdir. Ona görə artikldan istifadə edəcəyik. Və E artiklının, daha doğrusu E mi, M mi istifadəsi isə burada E sait səs olduğu üçün N təbii ki olacaq. Zu isə ət-zu şəklində istifadə olunmur. Ət-zəsu şəklində istifadə olunur. Cavabımız isə D variantı olacaq. Sonuncu 10-cu sualımız isə Moon goes round Earth. Yer, ümumiyyətlə planetlər biz bilirik ki, artikldan istifadə olunur.
Planetlərin qarşısında artikel olmalıdır. Z, Z. Bir də ki, eee, təklik olan planetlərin qarşısında artikel deməyək biz buna. Təklik olan isimlər vardır ki, elə isimlər vardır ki, onlardan vahiddir, yəni təkdir bunlar. Məsələn, aydır, günəşdir, yer kürəsidir. Bu kimi isimlər, hər zaman Z artiklindən istifadə olunur. Çünki artıq onlar müəyyəndirlər. Kainatda bir dənə günəş var, məsələn, bir dənə yer var, bir dənə məsələn, ay var. Bunların hamısı bir dənə olduğu üçün cavabımız Z, Z, B variantı olacaq. Artikel bölməsi elədir ki, bütün sualları yaxşı həll etmək üçün, yaxşı yazmaq üçün, mütləq ki, bütün artikelların, xüsusi o xırdaçı, belə desək də, qeydləri var, onları əzbərləmək lazımdır. Planet sözü varsa artikelnandırmı, planet yoxdursa artikeln, dil sözü varsa artikelndan istifadə olunur, sövzələr artikelndan istifadə olunur. Bu kimi, ən çox işlənən testlərdə də ən çox gördüyünüz hissələrə daha çox diqqət yetirməklə və diqqətli olmaqla. Çünki artikel və sözünü çox diqqət tələb edən testlərdir. Bir də modal feillər. Bunlara diqqətlə, yanaşsanız, təbii ki, səhvsiz yazacaqsınız.